Deyirəm bu dəqiqə girə bu qurban olduğum təzə müdir içəri. Qapını belə təpi ilə aça, deyər ki, Elbrus kimdir burada? Deyəm mən. Deyər qaş yanıma belə tula kimi qaça-qaça gedir. Nə deyirsiniz müəllim baş üstə? Nə deyirsiniz baş üstə? Arzumdur, arzumdur. Həyatım, mən çatdım. Sənə də şeyləmişəm də, konum atmışam ki, narahat olmayasan məndən. Yaxşı. Yaxşı, mən indi neyniyim? Rəhim işçilərin yanında belə danışma da. Sənin ayrıca otağın var. Keç otağında belə danış məndən. Hə, yaxşı, ürəyim, yaxşı. Salam əleykum. Səxavət müəllimi köməkçisi kimdir? İndiyə Səxavət qalar. Səxavəti paketlədilər, göndərdilər, getdi. Dəlxanada deyil Səxavət. Vay. Hər dürdüdüyü baxırlar sən. Kimlə yolda gezər? Belə kişi danış ha bə. Kimsən sən? Mən bu şirkətin yeni müdürüyəm. Müəllim sizə qurban olaram, müəllim başına dönərəm. Müəllim bilmədim. Qardaş, mənim budumu vurmayın zəhmət olmaz. Sənin budunu yeyim müəllim, qurban olaram. Qardaş, Bilmədim. ayda, bir işə görə özünüzü bu qədər alçatmayın. Mən alçaq doğulmuşam müəllim, özüm alçaq. Bu mənim qanımdan. Mən müdür gördüm, əyilirəm. Bu mənim qanımdan müəllim. Nə şey görsənirsiniz buradan müəllim? Çox sağ ol. Mən belə başa düşdüm ki, Səxavət bəyin köməkçisi sizsiz. Bəli. Adınız necə oldu? Dədəm Elbrus qoyub, siz nə desəz, qəbulumdur müəllim. Onlar şeirlə ifadə edeyim. Buyur. Qoy bir qəşəng ad, mən də olum şad. Sən oldun ata, mən oldum övlad. Nə fərq müəllim?